Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Həzrət Əli əleyhissalamın mövludu münasibətilə hər birinizi təbrik edirəm. Allah o Həzrətin dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah o Həzrətin həqiqi davamçılarından bizləri qərar versin. Doğrudan da bugün əzəmətli bir gündür. Elə bir gündür ki, Peyğəmbərin təyin etdiyi xəlifənin doğum günüdür. İlahi xəlifənin, ilahi vəlinin doğum günüdür. Onun vasitəsilə din bizə gəlib çatdı. Onun vasitəsilə biz xoşbəxtlik. Peyğəmbərin dini qorunub saxlandı. Belə bir sual kimi qısa olaraq sual verim və qısa cavab verim. Nə üçün Həzrət Əli əleyhissalam ki, Kumeyl duası var idi. Məsələn, Kumeyl duasını oxudu. Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağəsi var idi. Həzrət Əli əleyhissalamın böyük-böyük sözləri var, əzəmətli sözləri var, hədisləri var ki, əlimizə gəlib çatıb. Bu Peyğəmbər vəfat etdikdən sonra baş verdi. Yəni görürük ki, Peyğəmbərin dövründə Həzrət Əlidə Nəhcül Bəlağa yox idi. Həzrət Əlidə məsələn çox söz danışmırdı Həzrət Əli. Nə üçün bu belə idi? Misal üçün, o Kumeyl duasını elə Peyğəmbərin dövründə Həzrət Əli oxuya bilməzdi. O cür əzəmətli sözlər istifadə edə bilməzdi. Misal üçün, Nəhcül Bəlağada indi bəzi siyasi məsələlər ola bilər. Nəhcül Bəlağani, o sözlər onun dilindən cari olsun. Amma bəzi yerlərə baxıraq ki, Nəhcül Bəlağaya orada deməli mənəvi məsələlər də var. Çox böyük bir sözlər danışıb. Halbuki o Peyğəmbərin dövründə də danışa bilərdi, amma Həzrət Əli onu danışmadı. Cavab olaraq belə deyirik ki, əvvəla Həzrət Əli əleyhissalamın Peyğəmbərin tələbəsi olub. Həzrət Əli düzdür ki, Allahdan ilham olaraq elmi lədunnisi var idi. Allah ona öz elmindən vermişdi. Amma həm də Peyğəmbər də ona öyrətmişdi o elmi. Zaten Peyğəmbərdə də Allahdan verilən elm idi və Peyğəmbər Həzrət Əliyə o elmdən öyrədirdi. Həzrət Əli Peyğəmbərin qarşısında şagird idi. Və ona görə də zaten Peyğəmbər var idi, danışırdı. Və Həzrət Əli bilirdi ki, Peyğəmbər kimdir. Peyğəmbərə mərifəti var. Bilir Peyğəmbər kimdir. Bilir Peyğəmbər hansı mərifətə sahibdir. Peyğəmbər o mərifətə sahib olduğu halda mən Peyğəmbərin yanında danışım. Lazım deyil, o bilir də zaten. Nə danışmaq lazımdır? Mənim demək istədiklərimdən qat-qat çoxunu Peyğəmbər bilir. Lazım olsa Peyğəmbər deyəcək və deyir. O Həzrət Əlinin mərifətindən qaynaqlanırdı ki, Peyğəmbərin dövründə danışmağa ehtiyac görmürdü. Amma elə ki, Peyğəmbər dünyasını dəyişdi, artıq bu missiya Peyğəmbərdən sonra Həzrət Əlinin üzərinə düşdü. Danışmaq Həzrət Əlinin üzərinə düşdü və Həzrət Əli başladı danışmağa. Yəni, demək istədiyim odur ki, Həzrət Əli Peyğəmbərin şagirdidir. Həzrət Əli Peyğəmbərdən öyrənir. Həzrət Əlinin əzəməti böyükdür. Həzrət Əli ona görə danışmırdı ki, Peyğəmbər var idi. Bu, Həzrət Əlinin həm də təvazökarlığını bildirir. Necə bir təvazökar insan idi ki, Peyğəmbərin qarşısında susurdu. Bəzi insanlar var, görürük ki, onlar biraz azca elmə sahibdilər. Böyük-böyük şəxsiyyətlərin, ondan qat olan, üstün olan elm sahibinin yanında elə danışır ki, elə sözlər deyir ki, adam istəyir desin ki, bir dayan, o bilir. O səndən yaxşı bilir, lazım olsa deyəcək. Amma belə ancaq istəyir danışsın. Belə bir məsələ danışırlar. Deyirlər, indi təmsil kimi olsa da bunu deyim. Deyirlər, bir şagird olur. İstedadı olmur. O şagird bəzi şeyləri başa düşmür, dərk eləyə bilmir. Allaha çoxlu dua eləyir ki, ilahi mənə kömək elə ki, dərk eləyə bilim. Mənim bu bildiklərim mənə təsir etsin. Və yaxud da bir şeyi oxuyuramsa dərk eləyə bilim, ağlım onu dərk eləyə bilsin. Çoxlu dua edir. Deyir, yatır. Yuxusunda görür ki, Həzrət Əli gəlir onun qulağına Bismillahirrahmanirrahim deyir. Sonra oyananda görür ki, bütün oxuduqlarını dərk etməyə başlayır. Gedir ustadının yanına, dərsinə. Ustadı danışır, bu başlayır yerindən cavab verməyə. Ustadı danışır, bu başlayır ustadın sözünü kəsməyə, cavab verməyə. Ustadı görür ki, bunda fərqlilik var. Bu əvvəllər dərk eləmirdi, sakit otururdu. İndi nəsə başlayır elə hər yerdən irad tutmağa. Danışır.
Axırda dərs bitəndə ustadı gəlir onun qulağına sakitcə deyir ki, sənin qulağına Bismillahirrahmanirrahim deyən şəxs mənim qulağıma vələzzalinə qədər deyib. Yəni qayril-məğzubi vələzzalinə qədər deyib. Yəni nə olub? Bilirik savadlanmısan, bilirik ki, dərk eləyirsən, amma mənə çox verilib. Də lazım olsa mən danışaram. Bir insan sakit olar, insan bir sükut eləyər, qarşı tərəf ola bilər ondan savadlıdır, onun yanında bir həya eləyər. Sənin qulağına Bismillahirrahmanirrahim deyən şəxs mənim qulağıma qayril-məğdubi aleyhim vələzzalinə qədər deyib. Amma görsəniz, mən danışmıram. Təbii ki, indi demirəm belə bir şey baş verir. Bu bir təmsildir. Nəyə gətirmək istəyirəm? Həzrət Əli əleyhissalam bizə öyrədir. Bizə bunu öyrətmək istəyir ki, baxın, mən Peyğəmbərin yanında o qədər danışmırdım, amma Peyğəmbərdən sonra vəzifəm oldu, danışdım. Həzrət Əlinin varlığı odur ki, varlığı ilə bizə bildirmək istəyir ki, biz böyüklərin, savadlı insanların qarşısında təvazökar olmalıyıq. Bəli, bugün o şəxsin mövlud günüdür. Bir daha hər birinizi o mövlud münasibəti ilə, o Həzrətin mövludu münasibəti ilə təbrik edirəm. Allah bizləri o Həzrətin həqiqi aşiqlərindən qərar versin.